Bütün sədiqin yükünün altına çiyin vermək hər igidin işidir. Xahiş edirəm, aparıcı qardaşımızı, bacımızı möhkəm almışdır. Bizə də bu qismət olur, o kişinin qiyabi evlatlarıyıq, eldə doğmadı, bizlər də elə doğmaya yaxın o kişinin evlatlarıyıq. Allah onun kölgəsini heç vaxt başımızdan əskik eləməz. Oğul var, özünü idarə eləyə bilmir, görürsən, biri arkaş olur, biri möhtad olur, biri görürsən, yəni ictimaiyyətdə öz yerini tapa bilmir. Ailədə öz yerini tapa bilmir, ölkədə və ədəbi mühitdə, öz fəaliyyət etdiyi mühitdə öz yerini tapa bilmir. Oğul var, görürsən, bir ailəni çəkir. Oğul var, bir tayfanı çəkir. Oğul var, bir eli çəkir. Oğul var, dünya ədəbiyyatında uca səslə deyir, mən Azərbaycanam. Eşq olsun Türkistan eqimizə. Mən bu əvvəldə deyim, bizim məclisimizdə möhtərəm şairlərimiz var, dəyərli insanlar var. İndi fürsət olmadı, biz xəcalətli qaldıq, həqiqətən. Mən Əbbas Gündoğdu buradadır, gözəl şairimiz. Xahiş edir, möhkəm alışdırın. Növbə çatmayanlara möhkəm alışdırın. Və eyni halda bizim dəvətimizi qəbul edib təşrif buyuran mən centelmen qardaşım, nəzakətli qardaşım, ədib, Fars ədəbiyyatında, Türk ədəbiyyatında doktor Səliyar olmalı, xahiş edən gözəl tanışdır. İndi bir başqa zamandır, bütün insan danışır. Varlığın car eləyir, aləmi imkan danışır. Hərə öz tarixinin sayə gələn dövrlərin çox fəxarətlə edir aləmə elan danışır. Mən niyə susmalıyam haqqımı biganə yiyə? Mən varımdan demirəm, çoxları yoxdan da. Mən o xalqam ki, mənim yurdum alovlar yeridir. Arasan torpağımı, otdan, alovdan danışır. Mən Koroğlu getirib zalımı məhv eyləmişəm. Yeri gəlsə qılıcın düşmana qanqan danışır, qəhrəman Babəkinin şöhrəti afağı tutub. Oxusan tariximin hər varağı şan danışır. Nəbinin adı gələndə yenə bəyləmişənir, o qoçaqdan hələ də Xanilə Sultan danışır. Mən o xalqam ki, Füzuli mənim evladım olub. Mən o xalqam ki, Profesor Sədiq mənim evladım olub. Bunu tək mən demirəm, gör neçə divan danışır. Mən Nizami kimi ecaz eləyən millətiyəm. Xor baxanlar hələ bu haqq sözə böhtan danışır. Sığmayan hər iki dünyaya Nəsimi də mənəm. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Hər kim mənəm, çoğunu məkana sığmazam. Sığmayan hər iki dünyaya Nəsimi də mənəm. Gör nə görsən baxır o xilqətə, hardan danışır. Mən o xalqam ki, mənim vahid yoxdur tayı. Vahidin tayı olmaz, vahid tək var. Elə, tək olanda onlar vahid. Amma burada cinas var, burada cüt məna var. Mən o xalqam ki, mənim vahidimin yoxdur tayı. Çox dərin sözləri o, sadə o asan danışır. Mən o yurdam ki, cahan əhli sevər musiqimi, məndə şövkətlə sara, cabbarla xan danışır. Dəfilən tar-ı kaman, saz ilə sözlə balaban, nağara, zurna, tütək, akşi o sevməli qarman danışır. Bu nişanlar ki, dedim, vəsfinə zahid bildik. Gör haçanlı deyil. Koroğludan demişəm. Nəsimidən demişəm, Babəkdən demişəm, Vahiddən demişəm, Füzulidən demişəm, Nizamidən, Nəsimidən, Vahiddən, sazdan, balabandan və tardan, kamandan, şövkətdən, xandan, gör, nə deməmişəm, hansını demişəm. Bu nişanlar ki, dedim, vəsfinə zahid bildik. Bu şirin dillə bizə
Azərbaycan danışır. Eşq olsun. Ayaq üstə, xahiş edirəm ayaq üstə. Ayaq üstə, Azərbaycan danışır. Ayaq üstə almışsınız. Eşq olsun xalqımıza, eşq olsun Azərbaycanımıza, eşq olsun alimlərimizə. Buyurun.